Bu videonu sırf özümə görə çəkirəm. Yəni deməkdən, dəfələrlə deməkdən, hələ ən yaxın adamlarımı, əziz adamlarımı. Bilin, eşidin, anlayın, dərk eləyin. Ad günündür, yaşındır, qolun sınıb, başın sınıb. Kimsə sənin yanında olursa, çörəyin bölürsə, çayın bölürsə, bu qismətdir. O şadlığınıza şiddiq eləməyin. Lazımdır, ay istəmirəm filan bəsməkən. O qədər qürbətdə olan hələ mənim öz kanalımın əbunəçiləri, imkanlı, əməli salih, gözəl insanlar var ki, əzizlərin yanında birbaşa ola bilmirlər, köməklik eləyə bilmirlər. Gedirsən, ürəyin istəyən bir adamın ad günündə yanında olursan, çətin günündə yanında olursan, bu pulu mən cibimdən vermirəm. Mənə Allah Taala elə bəla, yenə deyirəm, mən dindar deyiləm. Allah Taala mənə elə bəla göndərə bilərdi ki, o pul mənim cibimdə olmazdı. İndi bu pul mənim cibimdə qalıb, gəlmişəm sənin yaşında sənə dərdi və şərik olmuşam. Kömək olmuşam. Və yaxud da ki, şad günündə, və yaxud da ki, ad günündə. Lazımdır, filan bəsməkən. Onu mən eləmirəm ki. Yəni, bu, bilirsiniz, dərinliyin qismətdir bu. Kim, özümü demirəm, mən özümü demirəm. Kim ki, çətin gününüzdə, şad gününüzdə yanınızda olursa, ürək açıqlığı ilə, səmimiyyətlə bölüşün. Şad gününüzü də, kədərinizi də, o sizin qismətinizdir. Allah Taala onu gətirib qoyub sizin yanınıza ki, sizinlə bölüşsün. Bu qədər.